şəhidimiz Füzulinin anın gününü qeyd elədik. Deməli, bu Vida Mərasim evinin rəhbərliyinə öz təşəkkürümüzü bildiririk. BMH Diaspora Mərkəzinin sədr müavini olaraq öz minnətlərimi bildirirəm İsmail müəllim adına. Əfsuslar olsun ki, İsmail müəllim də Çexiyada tədbirdədir. Qərbi Azərbaycanlıların qayrət işi ilə bağlı dövlət tədbiridir. Özü burada olmadı və təşəkkürüm bildirdi bu restoran sahiblərinə, bu tədbirin təşkilatçılarına və bu şəhidlərimizin belə məqamları hər zaman uca olsun. Mən Qarabağ Əlillər Cəmiyyətinin İctimai Birliyinin adından da Fəhlərin adından da minnətdarlığımı bildirirəm. İctimai Nəzarət Şöbəsinin sədri Şahvərət müəlliminə də adından öz təşəkkürümü bildirirəm ki, bu idarə heyətinin sədri, işçiləri bizə böyük bir qulluq göstərdilər, sağ olsunlar. Bütün işçiləri, rəhbərliyi olmaq şərti ilə öz maddi mənəvi dəstəklərini verdilər, sağ olsunlar, yanımızda oldular. Allah hər bir zaman yaxşı məclislərdə qulluq eləmiş olsunlar və bir də onu qeyd edeyim ki, çox belə fərəhləndirici bir şeydir ki, bizim şəhidlərimizin belə bir güşəsini yaradıblar. Bütün şəhidlərimizin şəkilləri yerləşdirə bilməsələr də gücləri çatdığı qədər bunların xatirələrini uca tuturlar. Allah hər zaman bu Vida Mərasim evinin rəhbərliyi həqiqətən böyük bir təşəbbüs yaradıbdır. Bütün şəhidlərin özünün xərcləri ilə belə rampalarda şəkilləri düzübdür. Bu gələcək nəsilə ötürmək şərti ilə eləyiblər, sağ olsunlar. Həmişə də var olsun. Bunların da yolunda qan tökülüb də, ya bunlar da bizim yolumuzda şəhid olublar. Və onların da rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. İsmail müəllim başda olmaqla bütün işçilərinə, kadrlarına öz minnətdarlığımı bildirirəm. Sağ olsunlar ki, hər zaman dövlətçilimizin yanındadılar. Şəhid ailələrinin yanındadılar, dəfələrlə bu məclislərdə olmuşam. Yəni onların qulluğu, onların sevgi dolu bizim yanımızda ağlayaraq onların yasını tutmalarının şahidi olmuşam. Sağ olsun bütün işçilərində, sağ olsun bu qardaşımızda bizə qulluq elədi, burada gələn qonaqlarımıza Allah cəmi şəhidlərinizə rəhmət eləsin. Məkanı cənnət olsun. Buyurun xanımlar. Çox sağ olun, Allah sizdən razı olsun, üzünüz ağ olsun. Var olun ki, sizin kimi belə cavan kadrlarımız, bizim davamçılarımızsınız, bizim şəhidlərimizin adını sizlər yaşadırsınız. Allah sizlərdən razı olsun və sizə tərbiyə verən valideyninizin də üzü ağ olsun ki, belə vətənpərvər uşaqlar böyüdür, düzdür. Bizim bu cavan şəhidlərimiz, hamısı görürsünüz cavan uşaqlardır. Bunlar ailədən sevgi dolu, aldığı tərbiyənin qələbəsidir ki, biz qazanırıq. Sizlərə də var olsun, rəhbərliyinizə də öz minnətdarlıq bildirirəm, var olun, təşəkkür edirəm.